Bəli, elə anonslarda toxunduğumuz istiqamətlərdən danışacağıq. 2 illik savaşdan sonra Qəzzada vəziyyət sosial və iqtisadi cəhətdən iflic olub. Əhalinin yarıdan çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Yaşayış binaları dağıdılıb. Təhsil sistemi digər sahələr kimi fəaliyyətini dondurub. Razılaşmanın əldə olunması ilə zolaqda bərpa quruculuq işlərinin başlanılmasına da şərait yaranıb. İndi əsas məsələ Qəzzada yaşayışın bərpası üçün kimin maliyyə dəstəyi göstərəcəkdir? Elə bu barədə proqnozları araşdırmağa çalışmışıq. Təqribi olaraq 53-54 milyard deməli ABŞ dolları vəsait tələb olunur və bunun yığılması üçün də digər dövlətlər yardım edəcəyini bildirmişlər. Amma bunun çətin tərəflərindən biri ondan ibarətdir ki, deməli maliyyə dəstəyi göndərilməsi hansı şəraitdə, hansı ölkələr tərəfindən və hansı yollarla olacağı hələ məlum deyil və tələb olunan məbləğin yarısı belə də yığılmayıb. Buna görə də birinci əsas burada görüləcək işlərdən biri transparentliyin, yəni şəffaflığın qorunmasıdır. Xarici nəşrlər yazır ki, ərəb ölkələrindən başqa Türkiyə də zolağın bərpasına maliyyə dəstəyi ayıra bilər. Avropa Komissiyası da vəsait təmin edəcəyini açıqlayıb. Böyük Britaniya məsələ ilə əlaqədar biznes nümayəndələri ilə beynəlxalq konfrans keçirəcək. Eyni zamanda Sülh Şurasının fəaliyyəti ilə bağlı bəzi narazılıqlar var. Fələstinlilər komitədə yerli akademiklərin də olmasını tələb edirlər. Analizlər onu göstərir ki, Qəzzanın yenidən bərpası üçün ciddi və xüsusi plan hazırlanmalıdır. Norveç Qaçqınlar Şurasının məlumatına görə infrastrukturun qurulması üçün İsraildən də icazə alınmalıdır. Xammal və tikinti materiallarının zolağa daxil olması üçün Təl-Əvivin razılığı olmalıdır. Birləşmiş Millətlər Təşkilatı düşünür ki, Fələstinlilər üçün ilk olaraq sığınacaq hazırlanmalıdır. Digər xidmətlərin bərpası isə sonraki prosesdir. Bəli, təbii ki, sülh əldə olunursa, atəşkəsə gəlinirsə, burada əsas sual odur ki, bəs daha sonra nə baş verəcək? Kimlər bərpa edəcək? Həmin ərazidə infrastruktur necə qurulacaq? Bu suallar ətrafında elə Vüsalə Babaşova araşdırma aparmışdı və buna dair sujetdə həmin o detallar yer aldı. İndi isə biz müzakirəyə başlayacağıq. Yaxın Şərq sülh samitindən danışacağıq. Azərbaycan prezidentinin orada iştirakına xüsusi diqqət çəkəcəyik. Az öncə biz elə Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycan prezidenti, eləcə də Ermənistanın baş naziri arasında olan o səmimi görüşdən də kadrları ekrana gətirdik. Hər biri haqqında detallı danışacağıq. Yaxın Şərq üçün gələcəkdə nə gözlənilir? Buna da diqqət çəkəcəyik. Siyasi şərhçi